vətənimiz Azərbaycan bayrağı, üçrəkli bayrağımız qürurla işğaldan azad olunmuş torpaqlarımızda dalğalanar. Bu bahar bayramında bütün dağlarımız, dərələrimiz, elimiz, obamız gül çiçəyə qərb olur. Doğma vətənimiz alnı açıq üzü ağ, milli bayramımız olan Novruz bayramını qeyd edir. Şəhidlərimizə, qazilərimizə minnətdarlığımı bildirirəm. Onların qarşısında baş əyirəm. Bizi bu üç rəngli müqəddəs bayraq altında birləşdirən, suverenliyimizi, əmin-amanlığımızı qoruyan hər bir kəsə təşəkkürümü bildirirəm. Dalğalan, dalğalan ey şanlı vətən bayrağım. Ki fərəhdən ürəyim gül kimi xəndan olsun. Vətən övladı oxur indi zəfər şərqisini, dalğalan düşmənimin bağrı bütün qan olsun. Əbədiyyət tapar hər kim ki keçər canından, əbədiyyət tapar hər kim ki keçər canından. Ölməz ol kəs yaşayar ki sənə qurban olsun. Ey vüqarım mənim, ey and yerim, ey fəxrim, daima dalğalan, ellər sənə heyran olsun. Daima dalğalan, ellər sənə heyran olsun. Qohum qardaşı arayan kişilərə salam olsun. Qohum qardaşı arayan kişilərə salam olsun. Xeyrə, şərə yarayan kişilərə salam olsun. Demək, bu bir adət halın alıb, hər bir belə tədbirimizdə şahımızın illik fərmanı olur. İndi ilk fərmanı bu il doğma yurdumuzda Novruz şənliğini qeyd etdiyimizə görə doğma yurtda keçirilən şənlikdəki Şah Hilal'ın verdiği ferman oradan olduğuna göre, doğma yurdumuzdan olduğuna göre il boyu qüvvədə qaldığı haqqında bugün şahımız Teyyub'un fermanı var. Azərbaycan ölkəsinin Qubatlı eli, Tatar, Qaraqoyunlu, Qiyaslı kənd sakinlərinin təşkil etdikləri Novruz bayramı şənliyində şahın yurtsevərlərə müraciəti. Əziz yurtsevərlər, doğma yurdumuzun məlum olaylar nəticəsində 1993-cü ilin avqustun 31-də işğalı ilə əlaqədar bugünə kimi məcburi köçkünlük həyatı yaşayırıq. Dövlətimizin, ordumuzun, xalqımızın birliyi sayəsində 2021-ci ildəki 44 günlük zəfər müharibəsində digər bölgələrimiz kimi bizim də kəndlərimiz işğaldan azad edildi. Belə uğurlarımızın nəticəsidir ki, Novruz bayramını da bu il doğma yurtda qeyd etmək qismətimiz oldu. İnanırıq ki, tezliklə kəndlərimiz bərpa olunar və qayıdaraq belə şənliklərimizi daha da möhtəşəm keçirərik. Min illərdir yazın gəlişini Novruz bayramı olaraq qeyd edib, adətimizi bugünə kimi qoruyub davam etdirən nəsillər əcdadlarımızın ruhlarını şad etmiş olublar, olurlar və olacaqlar. Bugün də biz şad edib gənclərimizə təhvil verilmiş sayılırıq. Novruzun gəlişi vətənimiz, xalqımız üçün sevincli olduğu kimi ilimiz də uğurlu, düşərli olsun. Əziz yurtsevərlər, doğma yurtda 11 mart 2025-ci il tarixində keçirilən
Novruz bayramı şənliyində şahın verdiyi fərmana əsaslanaraq aşağıdakı fərmanı verirəm. Fərman 1. Şah Hilalın Tatar Qaraqoyunlu Qiyaslı kəndlərində 11 mart 2025-ci il tarixində keçirilən Novruz bayramı şənliyində verdiyi fərman dəyişilmədən qüvvədə saxlanılır. 2. Həmin fərmanda göstərilənləri hər kəs doğma yurda qayıdış borcu kimi qəbul edib əməl etməlidir. 3. Fərman imzalandığı gündən növbəti Novruz şənliyi keçiriləcəyi günə qədər qüvvədədir. İmza Şah Teyyub, Sumqayıt şəhəri 21 mart 2025-ci il. İndi fərmanın təsdiqi üçün şahın imzasını çəkilişlə təsdiqlədək. Elimiz üçün xeyirli, uğurlu olsun. Buyurun şahım. Çox sağ olun. Yenə hər birinizin bayramını təbrik edirəm. Boy yetişərli olsun. Elimizdə, obamızda olaq, orada keçirək. Hər birinizin həyatında xeyir işlər olsun. Həmişə belə xeyir işlərə yumuşaq. Sağ olun, çox sağ olun. Allah kəmən. Çox sağ olun. Və bugünkü tədbirimizdə, daha doğrusu indiyə qədər keçirilən tədbirlərimizdə həmişə Qubadlı rayon icra hakimiyyətinin dəstəyini, eləcə də Qabaqlar Şərqi Zəngəzur üzrə Prezidentin xüsusi nümayəndəliyi sayılırdı. İndi Cəbrayıl Qubadlı rayon elimizin, obamızın xanımlarına təşəkkür edirik. Bayramınız mübarək. Bizə uğur gətirən bax sizlərin belə fəallığıdır. Var olun, şahımız son sözünü desin məclisimizə. Çox sağ olun, yenə təkrar edirəm, bayramınız mübarək olsun, hamımızın evində şənlik olsun. Bir də xahiş edirəm, qrupun kaç nömrəsi var, çox zəif iştirak edir bizim millət. Biraz fəal olmaq lazımdır. Oraya yığılan pullar hamısı həmişə belə şənliklərdə belə götürək xərcləyək. Sağ olun, var olun, neçə belə bayramlara çalışıyorsunuz. Həmişə yanımızda toy bitməsi olsun. Sağ olun, sağ olun. Bir daha bayramımız mübarək, gün uygun olsun. Belə xanımlarımızın, gözəllərimizin, belə övladlarının, bu da tarix. O doğma yurtda keçirək. Hamımız üçün, elimiz, obamız üçün bu Novruz düşərli olsun, xeyirli olsun. Var olun, sevindirdiniz, sevinen olun. Bu da Tatar Qaraqoyunlu icması adından xüsusi olarak xanımlarımıza təbrikimiz, minnətdarlığımızdır. Var olun. Bayramınız mübarək olsun. Allah Teala bu bahar bayramı üzlük nəfəsilə hər birinizin ailəsinə, hər bir Azərbaycan ailəsinə, hər bir Türk dünyasına sevinç və xoşbəxtlik gətirsin. Bayramınız mübarək olsun. Sağ olun.